Xətai rayonu Əhmədli kəndində 2 sotun içində tikilmiş təmirsiz 4 otaqlı ev çıxıb satışa. Kürsülüdür. Bir sotdan çox həyəti var, evin arxasında da həyəti var. Ev, yəni nəzərinizə çatdırım ki, ev təmirsizdir. 95 kvadrat evin ərazisidir. Yola çox yaxın yerdədir. Ev təmirsizdir. Qiyməti də ona görə aşağı olacaq. Deməli, girişdə belə bir zaldır. 3 otaq. Yəni, dediyim kimi təmirsiz vəziyyətdə. Pəncərələri arxaya açmaq mümkündür. Öz həyətidir arxadakı yerdə. Ona görə də açmaq olacaq. Yola çox yaxın bir yerdədir. Qiymət də elan üzərində yazılacaq. Evin sənədi evə, yəni pasport qeydiyyatı. Bildirdiyim kimi evin kvadratı 95 kvadratdır. Deyək ki, bir 105 kvadratda meyvə ağacları olan həyəti var. Qiymətdə razılaşma olacaq.